Mən bir alim haqqında oxudum. Deyir, oturdum taksiyə, gedirəm, danışmadım sürücü ilə əvvəldən ki, neçə aparırsan. Hələ yolun ortasında əlimi atdım cibimə ki, pul ayırım. Sağ əlimi saldım cibimə, gördüm pul yoxdur. Ay Allah, sonra o tərəfə baxdım, pul yox. Çantama baxdım, pul yox. Çox pis vəziyyətə düşdüm. Sürücüyə bir kəlmə söz dedim ki, birdən bir nəfər sənə desə ki, ya, yarı yolda pulum yoxdur, unutmuşam, nə deyərsən ona? Yox, qayıtdı ki, simasına baxaram. Adam tanıyan adamam mən. Yəni da bu o qədər adamlar görüb ki, bilir də bu yalan deyir, doğrudan deyir, əvvəldən planı deyir. Bəzi insanlar belədir də. Baxan kimi sağlı bilirsən də bu nə etmək istəyir. O qədər adam ictimai xidmətdə olanda valla belədir. Tutursan da vəziyyəti. Bu nə etmək istəyir? Üçüncü addımı fikirləşirsən artıq. Bu hansı addım atmalıdır? Nəsə, ondan işim yox. Mən baxaram insanlara. Tanısam, belə baxaram, tutaram vəziyyəti. Görsəm doğru deyir, deyərəm narahat olma, apararam səni. O alim qayıtdı ona ki, indi mənə bir bax gör, yəni mən indi neyniyim? Baxdı, deyir, aynadan baxandan sonra diqqətlə baxdı. Dedi, yox, sən elə insan deyilsən. Mən hiss edirəm, sən məni aldatmaq istəmirsən. Bu alim deyir, bu söz mənə tutdu. Tutdu məni söz. Gör hara gedibsən Allah. İnsanlar var ya doğrudan hər şeydən Allah'ı xatırlayırlar. Deyir, özümə bizə nə fikirləşdim? Dedim, mən ki bu yola çıxmışam, bu ilahi yolda addım atıram. Mən də bu yolda da gedirik. Bu yoldakı addım atıram, mən elə bilirəm ki, nəyimsə var. Azuqəm var, sərmayəm var. Elə bilirəm nələrsə eləmişəm. Ya Rəbbəl aləmin, yolun yarısıdır, indi anlamışam ki, cibim boşdur. Heç nəyim yoxdur. İndi anladım. Çox əli boşam. İlahi və Rəbbi, indi necəsən məni? Bu yarı yolda məni buraxacaqsan? Yoxsa tutub əlimdən aparıcısın axıra qədər? Mən li xeyruk. Səndən başqa kimin var ki mənim? Zaten əvvəldən sən bilirdin ki, mənim cibim boşdur. Mən indi bilmişəm cibim boşdur. Bu da qədər də mənə gətirmirsən. İndi bundan sonra necəsən məni? Atırsan yoxsa tutursan əlimdən? Gör hara getdisən Allah. Doğrudan belə ya, hərdən bilirik maşallah nəyimizsə var, əməlimiz var, bu var, o var. Birdən ayılırıq ki, ortada heç nə yoxdur. Özümə deyirəm vallahi sizin hər işim yoxdur, heç nəyim yoxdur. Həqiqətən bu belə. Allah şahiddir ki, Allah huzurunda özümü mən belə təsəvvür edirəm. Özünüz bilərsiniz, heç nəyim yoxdur. Nə də varsa sənindir, mənim yoxdur. İnsan hər hadisədən gedir Allaha. Bu belə insanlar da var həyatda. Hər halda Allah'ı xatırlayan, hər halda Allah'ı düşünən insanlar. Bunun əksi də kimdir? Qafil insanlar. Qafil insanlar kimdir? Onlar unudublar. Nəyi unudublar? Unudublar ki, naqisdilər, kamil olmalıdırlar. Unudublar ki, onlar bu yolda gəliblər, bu yol Allah'a aparan yoldur. Onlar səfərdədirlər, onlar müsafirdirlər. Biz doğulandan müsafir doğulmuşuq, səfərdəyik, hərəkət edirik, hara gedirik? Allah'a tərəf gedirik. Unutmuşuq səfərdəyik. Biz elə bilik qonaq gəlmişik dünyaya. Biz qonaq deyilik, biz səfərə çıxmışıq.